Epstein sənədlərində Azərbaycanla bağlı diqqət çəkən bir yazışma da var. ABŞ Konqres üzvlərinin 2014-cü ildə Bakıya səfəri barədir. Sənədlərdə Joe Merante adlı şəxs Mark Epstein'e yazır ki, Bakıya gedəcək Konqres üzvlərindən biri son anda imtina edib və Azərbaycanlı sponsorlar bundan narazıdır. Merante Mark Epstein'dən həmin şəxsin yerinə kimisə təklif etməsini istəyir və qeyd edir ki, səfərin bütün xərcləri qarşılanacaq. Üstəlik, prezident və nazirlərlə görüşlər planlaşdırılıb. Məktubun sonunda isə belə bir cümlə var. Səfər həm əyləncəli, həm də gəlirli ola bilər. Mark Epstein də bu məsələ ilə bağlı qardaşı Jeffrey Epstein'e müraciət edir. Sənədlərdə səfərin gündəliyi də yer alır. Heydər Əliyevin məzarının ziyarəti, Ada Universiteti, parlament üzvləri və nazirlərlə görüşlər, hətta prezident İlham Əliyevlə görüş. Bəs bu səfər həqiqətən olubmu? Araşdırıb tapdıq ki, səfərin Azərbaycanlı sponsorları keçmiş nəqliyyat naziri Ziya Məmmədovla münasibətdə adı hallanan Aspod şirkəti. Təşkilatçısı isə Humpty Dumpty İnstitutu adlı qurum olub. Yazışmanı göndərən Joe Merante həmin institutun icraçı direktoru. Mark Epstein isə direktorlar şurasının üzvü olub. 2014-cü il 30 may 3 iyun tarixlərində Illinois'tan Kenneth Duncan, LaShawn Kate Ford və konqresmen Louis Gutierrez Bakıda səfərdə olublar. Onlar Heydər Əliyevin məzarını ziyarət edib, deputat Jalə Əliyeva ilə görüşüb, Adada Hafiz Paşayevin qonağı olub. Onların Xarici İşlər naziri Elmar Məmmədiyarovla görüşdüyü də qeyd olunur. Gündəlikdə olmasına baxmayaraq, konqresmenlərin İlham Əliyevlə görüşüb-görüşmədiyi isə məlum deyil.